Salam uşaqlar, Cimlə işləyirik və davam edirik. Mövzu составление рассказа по kартинкам, yəni şəkillərə görə deməli mətn tərtib etməliyik. Dediyim kimi uşaqlar, deməli Cimin öz cavabını göstərirəm, sonra mən öz yazdığımı göstərirəm sizə. Yəni bu şəkildə, yəni çərçivədən çıxmıram da, bilmirəm ki, başqa cür yazsaq götürər, götürməz, ona görə də Cimin öz cavabına əsasən yazdım. Gəlin baxaq Cimin öz deməli cavabı necədir, Cim necə yazıbdır. Сегодня воскресенье, Тамила решила пойти на рынок. Она хотела купить фрукты. На рынке она купила много фруктов, бананы, яблоки и груши. Потом она пошла домой. По дороге сумка Тамилы порвалась, и все фрукты рассыпались. Тамила сначала очень растерялась, но потом она поняла, что делать, и собрала все фрукты в şapку. Bu Cimin dediyim kimi deməli cavabıdır. Və indi mən də özüm necə yazmışam. Yəni Tamilanın yerinə başqa bir ad da yaza bilərsiniz. В это воскресенье Тамила решила пойти на рынок, чтобы купить фрукты. Она выбрала много разных фруктов, бананы, яблоки и груши. Когда она шла домой, вдруг сумка порвалась, и все фрукты высыпались на землю. Сначала Тамила растерялась и не знала, что делать, но вскоре она придумала решение и собрала все фрукты в свою шапку. Bax, bu şəkildə də yaza bilərsiniz. Yəni, iki variantdan seçib, yəni sizə bir, belə deyək də, kömək olsun deyə o şəkildə yazdım. Sağ olun, görüşərik uşaqlar.